Buyurun. Deməli, gəldik çatdıq proqramlaşdırmanın ən məşhur prinsiplərindən biri solid prinsipi. Yəni OIP artıq demək olar keçmişik. Ümumiyyətlə solid prinsipi nədir? Robert Martin tərəfindən yaradılıb. Robert Martinin nickneyimi Uncle Bobdur. Hansı ki bu belə deyim də clean code belə deyim də proqramlaşdırmada clean code məntiqini və bir çox məşhur kitabların, məşhur dizayn patternlərin əsas yaradıcılarından biridir. Solid prinsipi də bunun kimi belə deyim də bu məqsədlərə sırf kodun daha oxunaqlı olması, asılılıqların minimum azaldılması və sair məsələlərə xidmət edən bir dizayn prinsipidir. Yəni ki, dizayn prinsipi deyəndə burada adətən dizayn pattern də deyə bilərik biz buna, amma dizayn pattern bizdə adətən dizayn pattern deyəndə nəzərdə tutulur ki, tamam burada folderlar falan xeyr. Yəni bir kodlama məntiqi deyək də, belə deyim, bir fəlsəfədir. Yəni bunu gözümüzdə çox böyütməyə ehtiyac yoxdur. Sadəcə anlamağımız və proqramlaşdırma həyatımızda tətbiq etməyimiz lazımdır. Hə, bu prinsiplər mütləq qorunmalıdırmı? Əsas verilməli olan sual budur. Xeyr, bu prinsiplər həmişə qorunmalı deyil. Zaten bu prinsiplər bəlli bir prinsiplər müəyyən olsaydı qabaqcadan hər şey bunun əsasında getsəydi, yəni düstur formada, onda müstəqil qərar verən insanlara da belə deyim də proqramistə niyə ehtiyac var idi də bəlli bir alqoritm yazardı. Həmin alqoritm nə edirdi? Götürüb müəyyən prinsiplər əsasında ardıcıllıqla kodu düzəldir. Nə zaman bu kodu pozacağımızı, nə zaman pozmayacağımızı biz özümüz yerinə görə, tapşırığımıza görə qərar veririk. Okey. Amma ki, bizim belə deyim də yazacağımız kodlarda 70-80% solid prinsiplərini gözləməyə məcburuq. Okey? Tamam mı? Bir dənə boş proyekt yaradırıq. Yanacaq deməli solid. Bu arada solid belə deyim də baş hərfləridir. Bu prinsipin əsas 5 dənə prinsipdir. Solid bunların baş hərfidir. Yəni solid hardan gəlir deyə özünüz belə deyim də o ingiliscə və yaxud necə hansısa bir dildə məna axtarmayın da buna. Bu sadəcə prinsiplərin baş hərfidir. Qeyd edirəm yuxarıda S, O, L. Bu arada bunun hakkında özümüzün de araştırmayı etmemizi isteyelim. İyidir. Bakayım. S burada nədir? S single responsibility məntiqidir. Yəni bir məsuliyyətlilik, tək məsuliyyətlilik məntiqidir. Yəni bu nə deməkdir? Bir sinifin yalnız bir məsuliyyətə sahib olması deməkdir. Yəni sizin bir dənə sinifiniz var, bu raportları çıxardır tutaq ki, raportları çıxardan sinifiniz həm raportları çıxardıb, həm də informasiyanı fayla seyv eləyə bilməz. Primitiv bir məntiq deyək də buna. Və yaxud da sizin bir user sinifiniz var. Sinif deyəndə siz təkcə buna şey kimi baxmayın. Məsəl üçün bir klass yaratdım, getdi və s. Burada endpoint da bunun kimidir və yaxud da bəzən database yaradır. Sizə table yaradırsınız. Bir table'ın içində məsələn bayaqları Vahid qurmuşdu. Bir table'ın içinə task table qurub, amma user məlumatlarını da saxlayır burada. Bu database-də normallaşdırma qaydaları getdiyi halda proqramlaşdırmada solid prinsipləri gedir ki, məsəl üçün belə deyim də user endpoint-i taskın statusunu dəyişə bilməz. Hə, dəyişə bilməz bu o demək deyil ya, texniki olaraq mümkün deyil. Texniki olaraq bu mümkündür. Sadəcə olaraq prinsip olaraq bu user ancaq userlə işləməlidir məntiqi ilə baxılır. Aydındır? Okeymi? Deməli, solid prinsipləri mən bir dənə söyleyeyim. Solid prinsipləri qarşımızda bir dənə dursun bu bizim bir-bir adlarını söyləyəcək. Belə deyim, mən buradan elə adlarını götürüb qeyd eləyəcəm ki, bu üst qarşısındakı qalsın burada. Deməli nədir? Single responsibility. Okey, bunu da yazaq. Deməli, bir məsuliyyətlilik. Gəlin buna aid bir nümunə göstərək, sonra keçək digər, belə deyim də, məsələyə. Bir məsuliyyətlilikdə, burada ümumiyyətlə mən sizə iki nümunə, sadə nümunələr göstərməyə çalışacağım maksimum dərəcədə, amma eyni zamanda anlamağınızı istəyirəm də burada. Okey. Bir məsuliyyətlikdə belə bir şey var. Tutaq ki, mənim bir dənə klassım olsun. Klassım olsun. Bu klasım mənə raportları çıxartsın.
Report klasımdır da bu mənim, düzdürmü? Report klasının içərisində iki dənə metod qoya bilərəm. Public. Əslində indi yazdıqca görəcəksiniz ki, biz əksər halda bu günə qədər yazanda solid prinsiplərini pozmuşuq biz əslində. Generate, generate report. Aha. Okey. Bunun işi nədir? Bunun işi software içində deyirik ki, raportu hazırla. Son 200 dərsimizi çıxmaq şərtilə, bir də xüsusi alqoritm dərslərimizi çıxmaq şərtilə biz əslində belə deyim də, solid prinsiplərini bir çox halda pozurduq. Aydındır. Çünki nəyə görə? Əsas işimiz orada öyrənmək oldu ona görə. Bu prinsipləri gözləmək həmişə mümkün olmur öyrənmədə, vaxt çox gedir. İkinci olaraq public, deməli belə bir şey deyə bilərik. Void save to file. Okay. Burada nə edirik? Burada bunun işi nədir? So, deməli belə olsun. Deməli ki, bu da fayla save et. Fayla save et. Deməli baxın ona. Raport adlı bir klasım var. Raport adlı klasının içində nə var burada? İki dənə metod var. Generate report və save file. Bu əslində hal-hazırda Solidin birinci prinsipi single responsibility-ni pozub. Çünki fayllarla işləyərkən tamamilə başqa bir əməliyyatlar aparırıq. Bunun tamamilə başqa bir geniş, belində tam fərqli bir formada genişlənməsi ola bilər. Raportları çıxardarkən də tamamilə fərqli əməliyyatlar aparırıq və bunun da tamamilə özünə məxsus genişlənməsi ola bilər. Əgər biz bunların ikisini bir-birinin içərisinə salaraqsa, sabahları klaslar böyüdükcə içindən çıxılmaz vəziyyətə gəlib düşəcək və get-gedə də belə deyim də özlüyündə bəzən olacaq ki, bir metodun dəyişməsi başlayacaq digər metodlara, ümumiyyətlə klasın işləyişinə problemlər yaratmağa. Ona görə biz nə edirik? Single responsibility prinsipini qoruyuruq və burada nə edirik? Bunun yaxşı halı nədir? Yaxşı halında bu formalda olmalıdır. Buranı alıram kommentarı. Belə eləyirəm ki, kommentarım və burada deməli nə edirik? Eyni adlı bunları kopyalayaq. Deməli normalda nə etməliydik biz? Eyni adlı bir dənə klass yaratmalıydıq. Sırf bu klassın içində generate əgər raport klassıdırsa, generate metodu olmalıydı. Yəni raportların generate olması. İndi burada bir dənə metodla, amma burada onlarla metod ola bilər də. Aydındır mı? Və eyni zamanda paraleldə məsəl üçün save deyə bir klass yarada bilərik. Class save. Okay. Və bunun içində də bunu aparıb saxlaya bilərik. Bu formada saxlaya bilərik. Bu da nədir? Bu da nədir öz növbəsində? Deməli, Solid prinsipinin birinci single responsibility məntiqini qorumuş oldu. Yəni bir klass, bir məntiq. Xatırlayırsınız uşaqlar, biz MVC-ni ilk dəfə deyəsən keçəndə ya da servleti keçəndə mən həm registrasiyanı, həm loginin hər ikisini eyni şeydə aparmışdım. Endpoint-in içində aparmışdım. Daha doğrusu kontrollerin içində aparmışdım. Xatırlayırsınız onu? Baxın, o məntiq olaraq əslində səhvdir. Niyə səhvdir? Çünki iki əməliyyat, bir klass iki əməliyyat aparır. Aydınmı? Bir də ora hansı belə deyim də şeydən baxmağım önəmlidir də, hansı aspektdən, hansı rakursdan baxmağım önəmlidir. Aydınmı? Okay? Bu aydındır mı? Single responsibility aydındır mı? Bir söz deyə bilərəm. Bu Buyur, əlbəttə. məsələn o iki əməliyyatı bir klassın içində eləyiriksə, o siz bayaq dediniz, məsələn o həm logini, həm registri bir klassın içində eləyirəm də. Onu bir əgər problem yaratmırsa, yəni onu dəyişməyin, yəni belə deyək də, Yox, dəyişmək lazımdırsa, dediyə başda nə vurğuladım? Mən bunu da bu formada eləyə bilərəm, düzdür? Doğrudurmu? Hətta mən bütün proqramımı bir dənə Java kodun içində də yaza bilərəm. Niyə bunları parçalayıram? İdarə etmə rahat olsun, oxunaqlığı olsun, düzdürmü? Error verməyəcək. Amma kod oxunaqlı deyil, idarə oluna bilən deyil mənasındadır. Başa düşdünmü? Vay. Və məsələ bəli, budur. Yəni bax bir şey deyim də, vay.
Ev tikə bilərsən. Sadəcə iki dənə beləncilik, necə deyim, taxtadan belə bir şey qoya bilərsən. Bir dənə qapı, bir dənə pəncərə qoya bilərsən bura. Deyərsən bu ev. İçində yaşamaq olurmu? Olur, əlbəttə ki, düzdür. Amma bir də ev tikə bilərsən, nə bilim, buranı bir dənə böyüdərsən, bunun içində bir dənə zal qoyarsan, buradan bir dənə baca qoyarsan, buradan bir dənə pəncərə qoyarsan, nə bilim, buradan bir dənə balkon qoyarsan. Başa düşdünmü? Bu da evdir. Aydındır. Hansı daha yaxşıdır? Hansı daha estetik və hansı daha funksionaldır? Bu da evdir, bu da evdir. Düzdürmü? Mənim fikrimcə, mənim şeyim uşaqlar da daha yaxşı. Amma proqramlaşdırma ilə baxmır. Nə qədər Bəli, çox belə deyim, funksionallığa açıq, dəyişilməyə açıqdırsa, bir o qədər çox faydalıdır. Aydınmı? bəli. Genişlənə bilən olmalıdır. Sən burada bax bunu belə eləyərsən, mən save to file-ın içində elə bir əməliyyat apara bilərəm ki, o sənin digər əməliyyatlarına mane törədə bilər. Aydındır? Bu əslində praktika ilə gələn bir şeydir. Bunu kimsə oturub kefindən deməyib ki, belə bir prinsip yaradaq və yaxud da dependency injection yaradaq. Bir ehtiyac yaranıb. Proyektlər böyüdükcə hələ təzəsiz də, yəni çox böyük proyektlərdən işləməyibsiniz. İrəlilədikcə görəcəksiniz çox ciddi problemlərin həlli üçündür bu. Aydın? Xüsusən də Hardasa teamwork, toqquşurlar. komandalarda. Aha, bəli. Open Close Solid'in single responsibility'si ilə bağlı sualı olan varmı? Mənim yox. Peki. Keçək indi ikinci prinsip. İkinci prinsipimiz nədir? İkinci prinsipimiz open close'dur. Onu götürək. Open close nədir? Bu açıq və qapalı deyirlər buna prinsip olaraq. Açıq qapalı, yəni verilən kod yenilənməyə açıq, dəyişdirilməyə qapalı olmalıdır. Bu nə deməkdir? Yəni genişlənməyə açıqdır bu kod, amma dəyişdirilməyə qapalıdır. Yəni tutaq ki, sən bir dənə bir klass yazırsan və yaxud da bir metod yazırsan, düzdür? O metodun içinə nəsə əlavə edib metodu genişləndirə bilərsən. Amma o metodun iç gövdəsində yəni ilkin verilənlərlə son verilənlər arasında dəyişiklik eləyə bilməzsən. Aydınmı? Tutaq ki, metodumun içində əvvəl if yox idi, gedim oraya if qoyum. Yəni bunu eləyə bilməzsən. Open close budur. Əgər bir şey, bunu sadə dildə biz nə deyirik proqramlaşdırmada, işləyirsə əl dəymə. Open close budur. Yəni ki, keçmişdə əgər hər hansı bir servis yazıbsansa və o insanlar tərəfindən işlədilməyə başlanılıbsa, sən o servisi yalnız genişləndirə bilərsən. Yəni üstünə nəsə əlavə edə bilərsən. Onun içindən nəsə çıxarda bilməzsən. Bu bilirsiniz nəyə bənzəyir? Ev tikmişəm. Burada bir dənə belə deyim də, ev tikmişəm. Evin içinə masa qoymuşam. Demişəm ki, bu masada otura bilərsiniz. Sonra birdən-birə televizora baxmaq lazım olub. Televizora baxmaq lazım olub. Gətirib ora masanı çıxardıb, masanın yerinə divan qoymuşam və televizor qoymuşam. O deyir ki, masanı oradan çıxarda bilməzsən. Divanı gətirib qoyub televizoru qoya bilərsən, amma masanı çıxarda bilməzsən. Masaya toxuna bilməzsən. Çünki o artıq təsdiqlənmiş və dan olmuş taskdır. Sən əgər masaya toxunarsansa, nə olmalıdır? Bütün prosesləri başdan başlatmalısan. Yəni ola bilsin front-end onu işlədib, ola bilsin ki, böyük bir layihədir. Sənin yazdığın kodu başqaları da işlədib. Yəni onların bütün кейslərini yoxlamalısan. Bu da çox bahalı koddur. Bu da çox bahalı bir prosedur olduğuna görə. Nə deyirik biz? Deyirik ki, verilən kod nədir? Dəyişdirilməyə qapalı, genişləndirilməyə açıq olmalıdır. Sual var? Sual var Xeyr, mı? xeyr. Peki. İndi gəlin bunun içində Hadi bir dənə. Buyur. nümunə deyəcəkdim. Hı. Hə, nümunə göstərir. Bu arada gəlin belə eləyəm. Mən bir dənə videonu saxlayım. 2 dəqiqə buna nümunələr yazdıraq, əllə yazmayaq da elə şey eləyək. 2 dəqiqə səbirli olun. Rekordu saxlayın. Mən bir dənə AI-lardan birini açıram. Daha yaxşı. Bir-bir yazmaqdansa düşünün. Deməli, harda qalmışdıq? İkinci, open close. Open close nədir? Fərz eləyək ki, bizim bir dənə payment sistemimiz var. Okey. Tamam. Səhv nümunəni göstərir. Payment sistemində biz belə eləyə bilərik də. Və qəşəng burada şey. Deməli, fərz eləyək, mənim bir dənə payment sistemim var. Payment sisteminin içərisində nə var burada? Deməli, bir dənə ilk olaraq kredit kartı ilə ödəniş var. Baxın bura. Və payment proseslər var.
Payment proseslərdə belə bir şey var. Baxın, payment klası var. Payment klasının içində payment proseslərini idarə edən bir metod var. Okay. Bu özündə payment type-ını alır. Payment type-ını aldıqdan sonra yoxlayır. Əgər payment kredit kart vasitəsilə gedirsə, bu əməliyyatları icra elə. Payment PayPal üzərindən gedirsə, bu əməliyyatları icra elə. Aydındır? Bu əslində open close-a qapalıdır. Yəni open close burada tətbiq edilə bilmir. Niyə? Çünki əgər sabahları siz Paynor kartı və yaxud da Mastercard ödəniş eləmək istəsəniz nə olacaq? Gəlib buraya yazmalısınız. Else if payment type nöqtə equals nöqtə Paynor. Bilmirəm, düz yazdım adını yoxsa Paynor səhvləməsi gedir. Burada deyəcəm neylə? Paynoru tətbiq et. Aydınmı? Görürsünüz, köhnə kodumu nə edirəm? Avtomatik olaraq dəyişdirirəm. Köhnə metodumu avtomatik olaraq dəyişdirirəm. Düzdürmü? Bu, yəni var olan işlək bir metoda əlavə funksionallıq yazmaq üçün nə etdik? Biz getdik metodun gövdəsini dəyişdirdik. Bu yanlış bir yanaşmadır. Heç vaxtı buna belə deyim də şey eləməli deyilik, yəni getməli deyilik. Bəs bunu necə eləyə bilərik? Çox qəşəng nümunə verib burada. Bunu necə eləyə bilərik? İlk olaraq bir dənə, gəlin bunu belə eləyək. İlk olaraq bir dənə, baxın, burada ümumiyyətlə asılılıqları aradan qaldırmaq üçün biz əksər halda interfeyslərdən istifadə edirik də. İlk olaraq bir dənə payment adlı bir interfeys yaradıb, qlobal bir tip yaradırıq. Yəni, interfeysin məqsədi nədir əslində? Yeni bir tip deməkdə, düzdür. Yəni, mən burada yeni bir tip yaradıram. Qlobal bir tip yaradıram. Bu arada buna heç gərək yoxdur. Yəni, onun hal-hazırki məntiqdə heç, belə deyim də, şey yoxdur. Aidiyyəti yoxdur da. Deməli, payment tipi yaradıram. Deyirəm ki, içərisində payment proseslərini idarə edəcək bir metod olmalıdır. Dependency injection-a bənzəyir. Bir dənə fikir verin. Deyirəm ki, kredit kartları üçün bir ödəniş sistemi, ödəniş üsulu yarat. Okey mi? Kredit kartları üçün bir ödəniş üsulu yarat. İçində payment prosesləri olsun və payment interfeysindən implementasiya olunsun kredit kart payment və payment proseslərini idarə eləsin. Və bunu da əgər deyirəm payment proses bu tipidir. Baxın, payment tipidir də, aydındır. Və burada da deyirəm aşağıya da bir dənə bir şey yazıram. Yazıram ki, neylə? Gəl bura bir payment proses yarat. Payment prosesin içinə, bura baxın, bir dənə proses qeyd edirəm. Və bu proses payment tipində olur. Yəni, hansı tipdə? Interface tipində payment adlı bir dəyişən olur. Və paymentin içində proses paymenti çağırıram. Aydınmı? Sabahları gəlirəm, PayPal ödəniş sistemi üçün bir payment mexanizmi yazmaq istəsəm nə edirəm? Çox bəsit formada PayPal ödəniş sistemini əlavə edirəm, implementasiya edirəm paymentdən. Bunun public, belə deyim də, payment process metodunun gövdəsini yazıram PayPal üçün. Avtomatik olaraq burada lazım olacaqsa, bundan tətbiq elədiyim obyektdə lazım olacaqsa payment tipini PayPal-dan göndərəcəm. Lazım olacaqsa payment tipini nədən göndərəcəm? Kredit kartından və yaxud da Paynor-dan göndərəcəm. Görürsünüz, mən heç biri əvvəlcədən yazılmış heç bir metodun gövdəsini dəyişdirmədən nə elədim? Sistemi böyüyə bilən etdim. Başa düşdünüzmü? Məsələn, Paynor üçün eyni qayda ilə. Paynor üçün yenə eyni qayda ilə. PayPal Bu dependency injection deyil. Bu dependency injection-ı tətbiq edirik bura. Amma bu prinsip open close-un gözlənilməsi prinsipidir. Bu təklikdə bu deyil. Aydınmı? Bu yazılışın alternatividir. Başa düşdün? Aydınmı? Tamamen bir-birindən izolyasiya olunmuş belə deyim də metodlar, hətta proseslər. Başa düşdünmü? Deməli, bir dənə global type interface yaradıram. Həmən interfacedən alt type'lar yaradıram. Həmən alt type'lar tipindən bir payment mexanizmi yaradıram.
və payment mexanizmi vasitəsilə də paymentimi icra edirəm. Typelar artdıqca da gəlirəm, belə deyim, yeni type çıxdıqca da gəlirəm typeları artır. Aydındır? Open close budur. Sual var mı open close ilə bağlı? Nədir? Metodları, asılılıqları elə qurmalıyıq ki, yeniliklər edərkən dəyişdirilmə minimum olsun. Beləncə cəmləyə bilərik. Və yaxud da deyirik ki, editə qapalı, open close budur. Açıq. Nəyə açıq? Yenilənməyə açıq, yəni genişlənməyə açıq. Tamam, close. Bəs nəyə close? Edit edilməyə, dəyişdirilməyə close. Aydındır? Okey. Sual var burayla bağlı? Sual var mı? Yox. Okey, əla. Deməli, nədir? Bunda bağlayaq. İkinci prinsipi də keçdik. Bu arada proqramlaşdırmada gənc developerlər arasında ən çox pozulan qaydalardan biri elə bu open close deməsi. Sonra single responsibility'dir. Digər üçün də heç çoxsu bilmir ki, nə işə yarayır, niyə yarayır. Belə deyim də, nə üçün istifadə olunur. Deməli, digəri elə. Liskov substation. Deməli, prinsipi. Bu nə işə yarayır? Deməli, bu prinsipin əsas işi budur ki, deməli, verilən var olan klasslar var, bir də bunun törəmə klassları var da, düzdürmü? Okey, var olan klasslar, yəni əsas klasslar var və yəni subklasslar var, base klasslar var, düzdürmü? Doğrudur. Deməli, törəmək buradakı törəmə klasslar əsas klassları tamamilə əvəz edə bilməlidir. Bu mənaya gəlir. Yəni, belə deyim də, böyük element var və kiçik element var. Böyük elementi həmişə kiçik element elə olmalıdır ki, böyük elementi daim əvəz eləyə bilsin. Aydındır? Yəni, indi nümunə üzərindən də göstərəcək ki, belə deyim də, necə olur bu. Deməli, bizdə belə bir şey olsun. Burada nümunəsini verib, amma görə nə qədər doğrudur da. Deməli, səhv nümunə. Bir dənə də doğru nümunə üzərində gəlir. Deməli, bu səhv nümunəsidir. Okey. Bunun bir dənə də doğru nümunəsindən götürək və onun üzərindən gedək. Okey. Buna nə olub? Dublikat var burada değil. Ha, dublikat var. En aşağıda da. Bu qalsın gözümüzün qabağında. Deməli, bizdə əsas məsələ nədir burada? Bizim əsasən iki dənə, belə deyim də, burada quşlar üzərindən göstərib əsasən. Deməli, bird nə idi? Şeydi, ördək olmalı. Kuş. Quş, ha. Səhv. Bird quşdur, düzdürmü? Bir dənə class təyin eləyib, bu nə eləyir? Uçur, fly, uçur, düzdürmü? Burada da bir dənə dəvə quşu yaradır. Dəvə quşu nə eləyir? Dəvə quşu da quşdan extend alır. Məntiq olaraq nə eləyirik? Biz götürürük yaratdığımız dəvə quşunu. Deməli, məntiq olaraq baxanda doğrudur da, bu düzdürmü? Amma bir dənə bir məsələ var ki, dəvə quşunu quşdan import eləyib, amma quşda uçma metodu var. Amma dəvə quşular halbuki uça bilmir də, doğrudurmu? Düzdür. Yəni, yuxarıdakı klassın içində elə bir metod var ki, yəni base klassın içində elə bir metod var ki, o subklassa aid deyil, yəni daxil deyil. Görürsünüz, burada əslində subklass, bu subklass gedir də, subklass base klassı tamamən əvəz eləyə bilmir. Yəni, fly metodunu əgər mən dəvə quşu tipində bir dənə şey yaratsam, bir obyekt yaratsam və ona desəm ki, get uç, onun avtomatik olaraq nə olacaq? Belə bir error çıxardacaq ki, bu şey, belə deyim də, bu quş uça bilmir. Aydındır mı? Okey.
Çünki yəni bu metodu dəstəkləmir. Bu bir sinə bənzəyir. Tutaq ki, iki dənə işçi yazıbsınız. İşçilərin birinin necə deyim, nəyisə approve etmə imkanı var, digərinin nəyisə approve etmə imkanı yoxdur. Amma işçi klassında deyibsən ki, approve et adlı bir metod qoyuram. Aydınmı? Amma halbuki sürücünün approve etmə kimi bir imkanı yoxdur. Approve etmək hansısa bir sistemə təsdiq vermək rəhbər heyətlərə aid olmalıdır, düzdürmü? Ona görə sən nə edirsən? Burada klassları ayırmalısan. Tutaq ki, ofis işçiləri, sahə işçiləri deyə və yaxud da rəhbər işçilər digərləri, yəni adi işçilər deyə bölməyin lazımdır ki, nə edəsən? Sub klasslar base klassı tamamilə əvəz eləyə bilsin. Aydınmı? Okey. Bunun doğru yolundan nədir? Doğru belə deyək də, doğru üsulu nədir? Gəlin indi bunu deyək. Doğru üsulu budur. Deməli, bir dənə gəlib, belə deyim də, uça bilən bir interfeys yaradır. Okeymi? Uça bilən bir interfeys yaradır və bunun üzərindən deməli bir dənə sərçə yaradır. Bir dənə də deməli nə yaradır? Hansı heyvandır bu? Baxmam lazım. Ha, bu dəvə quşudur da. Yuxarıda qeyd olunub. Okey. Aha, tamam. Deməli burada Bu extend olunanları extend alır, extenddə olmayanları şeyə çıxarır, interfeysə. bax belə eləyir. Yox, yəni səbəbə var. Bu bir dənə klass yaradır. Uça bilən tipində bir klass yaradır. Okeymi? Tamam. Uça bilən klassında tipində bir klass yaradır. Sonra nə edeyim? Gəlib həmin o klass sərçəni yaradanda sərçəni implementasiya eləyib uça bilən elementlər, yəni uça bilən obyektlər klassından və bunun içində bu metodu tətbiq edir. Aydınmı? Okey. Deməli bu özünün base'ini nə edib? Tamamilə əvəz eləyə bilir də, düzdürmü? Çünki bunun base'i budur. Bunun base'in içində olan hər şey tamamilə sub klassın içində mövcuddur. Amma dəvəquşu olan klass nə edir? Heç bir klassdan asılı olmadığına görə rahat formada onun ardıcıllığını bildiyimdə onun asılılıqları bu heç bir klassdan asılı olmadığına görə də nə isə də əvəz etmə məcburiyyətində qalır. Bu nəyə bənzəyir? Yuxarıda bayaq dediyimiz şey var idi. Hansı ki nümunə dedik? Sürücü var, sahə işçiləri var, bir də var ofis işçiləri. Ofis işçiləri nə isə təsdiqləyə bilir, sahə işçiləri isə nə isə təsdiqləmə kimi bir imkanları yoxdur. Düzdürmü? Burada nə baş verir? Biz dedik ki, ikisinə eyni işçi adlı klass yadır, təsdiqlə metodu qoysaq, ofis işçilərində bu metod işləyəcək, amma sahə işçilərində işləməyəcək. Biz nə edirik elə bir? Həmin o sahə işçilərini çıxartdıq bir interfeys, ofis işçilərini çıxartdıq interfeysə, işçilər klassını yerləşdirdik. Okey, ofis işçilərini işçilərdən qoyduq və dedik ki, paraleldə bu implementasiya ediləcək nədən? Deməli, ofis işçilərindən. Sonra sahə işçilərində yenə işçilərin extend aldıq. Sırf ofisə aid olanları isə çıxardıb ofis işçilərinin içərisində saxladıq. Yəni, uça bilən klassların funksionallıqlarını uça bilən interfeysində yaratdıq ki, nə vaxt ki onu o interfeysdən implementasiya eləyəriksə o metodu çıxsın. Okey. Uça bilməyən elementləri də heç nə öz belə deyim də başlı-başına klass formasında, müstəqil klass formasında yaratdıq ki, heç bir klassdan asılılığı olmasın. Aydınmı? Yəni bunun işləmə məntiqi budur ki, base klasslar, sub klasslar base klassları tamamilə əvəz eləyə bilsin. Həqiqətən əvəz eləyirmi? Burada əvəz eləyirmi? Xeyr. Burada dəvəquşu quşun bütün xüsusiyyətlərini daşımır. Çünki uça bilmir. Okey. Fly metodu yoxdur. Amma ona məcbur edir ki, yes, sən fly metodunu yarad, amma belə bir exception var. Amma halbuki ona aidiyyəti yoxdur. Amma burada nədir? Sərçə uça bilən metod, yəni özünün belə deyim də, sablarının bütün funksionallıqlarını daşıyır. Dəvəquşun da sab olmadığına görə də heç bir şeydən asılı olmadan rahat formada işləyir. Aydındır? Var məndə. Bu extendi burada ikinci doğru nömrədə göstərmədi. Amma misal üçün davranışların çoxsu ortaqdırsa extend olmalıdır da mütləq. Yox, extendi mən sözlə dedim də. Burada extend ortaq olanları bir dənə klasa qoyub birləşdirə bilərsən. Bundan işi yoxdur. Bu əsas bilsən nədir?
Ortaq Aslında da olmayanı aradan çıxaraq qaldırmaq. interfeysə. Başa düşdünmü? Zaten ortaq olan hər ikisinə qoysaq, zaten o sabı belə deyim də, extenderliyində sabı dəstəkləyəcək də. Yəni belə deyək də müəllim, Sub dəstəkləyə biləcəyi qədəri extend eləsin, hansılar ki olmur onu implementasiya eləsin də belə deyək. ortaq olanlar bəli yığılır base klassa, qalanı isə çıxarılır interfeysə. Ya da ki, əslində burada interfeysi niyə çıxardılar? Əlavə klassdan, çoxlu klassdan miras almaq üçün də. Əslində çoxlu klassdan miras almaq olsaydı, 3-4 dənə klassı götürüb eyni anda birindən 2 dənə miras al, birindən 3 dənə miras al deyə bilərdik. Amma Java buna icazə vermədiyinə görə biz bunu interfeysə çıxardırıq. Tamam? Oldu. Burada bir də sual varmı? Xeyr, yox. Okay. Hey. İndi gəlin belə. Növbəti interface segregation prinsipidir. Bu arada 3 dəqiqə qalıb. 2 dənə prinsipimiz qalıb. Gəlin bir 10 dəqiqəlıq da burada saxlayım. 10 dəqiqəlıq da bir dərs açaq. Okeymi? Tamam. Oldu mu? Stop eləyirəm bunu. Bura qədər sualı olan var. Sırf bu 3 prinsiplə bağlı. Nəsə sual olan var? Xeyr, yox. Okay. Onda bir dəqiqə. Ara verin ya. Fasilə eləməyəcəm. Yox, fasilə eləməyəcəm. Göndərəcəm.